Bu meditasiya bolluq və rifahı qəbul etməyə mane olan daxili bloqajları aşmaq və pul enerjisini azad etmək üçün xüsusi zikirlə gücləndirilmişdir. Hazırsanız başlayaq. Sakit bir yerdə oturun və ya uzanın, gözlərinizi bağlayın. Burundan dərin bir nəfəs alın və ağzınızdan yavaşca verin. Hər nəfəs aldığınızda bədəninizə işıq və rahatlıq dolur. Hər nəfəs verdiyinizdə bütün qorxular, pul ilə bağlı travmalar və məhdud inanclar sizi tərk edir. Dərin bir nəfəs alın və yavaşca verin. Dərin bir nəfəs alın və yavaşca geri verin. Dərin bir nəfəs alın və yavaşca verin. Təsəvvür edin ki, qızılı işıq sizin ətrafınızı bürüyür. İndi söyləyəcəyim zikri yavaşca ürəkdən təkrar etməyə başlayın. Hər dəfə söylədikdə pul enerjisinin sizə doğru axdığını hiss edin. Maddi bolluğun, xeyir bərəkətin sizin həyatınıza axdığını təsəvvür edin. Ya Rəzzaq, Ya Vəhhab, Ya Fəttah, 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 Ya Rəzzaq, Ya Vəhhab,
Ya Fəttah, Ya Rəzzaq, Ya Vəhhab, Ya Fəttah, Ya Rəzzaq, Ya Vəhhab, Ya Fəttah. Pul ilə bağlı sizi incidən və ya məhdudlaşdıran xatirələri düşünün. Onları qara bir tüstü kimi təsəvvür edin və nəfəs verdikcə bu tüstünün göyə qalxaraq yox olduğunu hiss edin. Daxilən deyin: Ya Allah, keçmişdəki maliyyə blokajlarımı azad edirəm. Mən bolluq və xeyir bərəkətə açığam. Sonra qızılı bir işığın sizin qəlbinizə dolduğunu təsəvvür edin. İndi gözləriniz bağlı halda özünüzü böyük bir xəzinənin içində təsəvvür edin. Hər tərəfdən nur, bolluq və qızıl enerjisi axır. Söyləyəcəyim zikri təkrarlayın. Elhamdülillahi ələ külli hal. Elhamdülillahi ələ külli hal. Elhamdülillahi ələ külli hal. Dərin nəfəs alın və yavaşca verin. Dərin nəfəs alın və yavaşca verin. Dərin nəfəs alın və yavaşca verin. Bədəninizdə yüngüllük və rahatlıq hiss edin. Dərin nəfəs alın və yavaşca verin. Mən bolluq içindəyəm. Pul enerjisi mənə sevgi və asanlıqla axır. Mən Allahın verdiyi ruzini sevgi ilə qəbul edirəm. Gözlərinizi yavaşca açın və bu enerjini gün boyu hiss edin. Bu meditasiyanı hər gün düzənli şəkildə etsəniz, pul blokajlarınız açılacaq və maddi rifah həyatınıza daha sürətlə gələcək. Şəfa olsun.